Yəni Şah İsmayıla xətai təxəllüsünü heç kim verməyib. Birinci bunu demək lazımdır. Yəni kimsə Şah İsmayıla xətai deməyib. Şah İsmayıl özü özünə xətai deyib və bunun da konkret bir səbəbi yoxdur. Müxtəlif fərziyyələr var, müxtəlif versiyalar var. Bəziləri deyir ki, Hürrün məzarın açdırdığına görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Xatay tayfasından olduğuna görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir Xəttat olduğuna görə. Yəni bunlar hamısı ehtimallardır, bunlar hamısı fərziyyələrdir. Yəni bizim şəxsi qənaətimiz odur ki, Şah İsmayıl ümumiyyətlə təvazu əhli olduğuna görə, təvazökar insan olduğuna görə xətai təxəllüsünü götürüb özünə. Çünki orta əsrlərdə Şah İsmayıl xüruc eləyəndə, Şah İsmayıl hərəkata başlayanda Şah İsmayıla imam da deyirlərdi. Yəni cahil cəmaət Şah İsmayıl deyir ki, Şah İsmayıl imamdır və yaxud imamın naibidir. Yəni bu cür söz-söhbət gəzirdi xalq arasında ki, bəs bu imamdır, 12-ci imamdır, zihor eləyib, xalqı zülmdən qurtarır. Mən düşünürəm ki, Şah İsmayıl təvazu əhli olduğuna görə və bir də o cahil xalqın ağzını bağlamaq üçün özünə xətai təxəllüsünü götürüb. Orta əsr Azərbaycan ədiblərinə xas bir xüsusiyyətli təxəllüs götürmək. Belə deyək, Azərbaycan ədəbiyyatında Xəstə Qasım, Tufeyli, Qurbani, Xətai, Miskin, Həqir bu kimi təxəllüslər götürmüş kifayət qədər böyük ədiblərimiz var.